Mağazamızda kürə peçinə aid qapaqlar bildiyiniz kimi satışdaydı. Böyük ölçülü 50-39-a qapaqdır. Çox zaman müştərilər bəzən qapı aldıqları zaman onun ölçüsünə fikir vermirlər. Kürə tikiləndən sonra orada nəsə bişirmək istəyəndə baxırlar ki, onların listləri, tavaları o qapıdan keçmir. Amma bizim mağazamızda da belə şükür Allaha, yəni qapaqların ölçüsü elə ölçülərdədir ki, siz istədiyiniz ət məhsullarını, şirniyyatları çox rahatlıqla hazırlaya bilərsiniz. Eni 50 santimdir, hündürlüyü isə 39 santimdir ki, bunun içərisində nə istəsəz keçirdib pişirə bilərsiniz. Burada daha sonra belə 46-nın 35 ölçüsündə böyük şüşəli kürə qapımız var. Bu şüşəli qapaqlar yalnız və yalnız qaz ilə yanan kürələr üçün nəzərdə tutulub. Azərbaycan ərazisində də yəni əksərən tikilən kürələrin 10-dan 9-u qaz ilə yandırılır. Səbəb də odur ki, odunun həm əziyyəti çoxdur və plus yandıracağınız odundan çox şey asılıdır. Bəzən olur ki, şam taxtı atırsınız, şamın da yəni yağı belə də şirəsi çıxır, his-pas verir. Çox vaxtı yəni odun məsələsinə görə müştərilər yəni daha çox qazı seçirlər, həm də rahatçılıq baxımından. Çünki siz nəzərdə tutun ki, kürə peçi tez müddətdə qızmır. Yəni onu qızdırmaq üçün o davamlı daşların özəlliyi belədir ki, gec qızır və gecdə soyur. Yəni siz orada bir dənə toyuq bişirmək üçün, bir dənə quzu bişirmək üçün gərək siz nə qədər odun yandırasınız ki, o kürə peçi qızsın və daha sonra siz orada nəsə hazırlayasınız. Amma qazla yandırdığınız zaman, yəni çox rahatlıqla qaz farşınkaları quraşdırır ki, qazı yandırırsınız, kürə qızır. Daha sonra istədiyiniz əti, şirniyyatı qoyub pişirə bilirsiniz. Kürə qapıları belə böyük şüşəli modeldə var idi. Aval model var idi, şüşəsiz idi. Avalın balaca modeli var idi, belə şüşəli model. Böyük aval model var idi. Qızılı rəngdə aval model var idi. Kvadratın balaca şüşəlisi var idi. Həmçinin kimsə deyər ki, yox, mən odun yandırmaq istəyirəm, mən sırf odunu istəyirəm. O zaman yenə mağazamızda da odun üçün olan belə qapaqları var idi ki, aval model balaca şüşəli sırf odun üçün, kvadrat model sırf odun üçün. Yəni mağazamızda kürə peçinə aid qapaqlar var, müxtəlif çeşidlərdə. Yəni həm qaz üçün, həm odun üçün var. Kimə o məhsullar lazımsa mağazamıza yaxınlaşıb məhsulları yerində baxıb əldə edə bilər. Mağazamız Saray qəsəbəsində yerləşir. Məhsulların qiyməti ilə də bağlı zəng edə və WhatsApp-a yazıb məlumat əldə edə bilərsiniz.